Dəyərli mühasiblər, hörmətli həmkarlar, sizləri İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin keçirdiyi İSMUBUS üzrə təlimlərə dəvət edirik. Bu təlimlərdə iştirak edən yoldaşlar məhz ictimai sektorda, dövlət sektorunda çalışan mühasiblərdən dərs almaqla həm büdcə sektorunda praktik mühasibatlığı öyrənə bilər, həmçinin də bu sahədə Dövlət İmtahan Mərkəzinin keçirdiyi PMS imtahanlarından uğurlu nəticə əldə edə bilərlər. Qeyd edək ki, təlimdə iştirak edənlərə ödənişsiz tədris vəsaitləri veriləcəkdir. Bildiyiniz kimi, İATM-in nəşri olan İctimai Sektor üçün Mühasibət Üsulunun Əsasları kitabı, İctimai Sektor üçün Mühasibət Üsulunun Beynəlxalq Standartları, həmçinin bunların test və məsələ toplusu kitabları da vardır ki, hazırda bir çox kurslarda istifadə edilməkdədir. Tədris vəsaitləri sizə tam şəkildə bu sahəni mənimsəməyə imkan verəcəkdir. Həmçinin qeyd edək ki, imtahana 3 həftə qalmış ümumi sınaq imtahanlarda keçirilir ki, bu sizin imtahandan daha uğurlu nəticə əldə etməyinizə dəstək göstərəcəkdir. Həmçinin bu imtahanla bağlı qeydiyyat prosesində də əməkdaşlarımız sizə dəstək göstərəcəkdir. Beləliklə, gələcəkdə özünü dövlət sektorunda, ictimai sektorda mühasib kimi görmək istəyən yoldaşları bu təlimlərdə iştirak etməyə dəvət edirik.